Salam, sizi TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlağa səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Eyni zamanda Yevlax Olimpiya İdman kompleksində görülmüş işlərlə tanış olan Prezident, Bakı, Ələt, Qazax, Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə də tanış olub. Prezident Yevlax şəhəri qum süzgəc texnologiyalı su təmizləyici qurğunun açılışında da iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azər Enerji Açıq Səhmdar Cəmiyyətinin Yevlax Qovşaq yarım stansiyasının regional təlim tədris və laboratoriya mərkəzinin açılışında iştirak edib. Azər İşıq Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Aran Regional SKADA İdarəetmə Mərkəzinin açılışında və Yevlax Pilot Agroparkının açılışında da iştirak edib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda Konstralab Industries Qapalı Səhmdar Cəmiyyətinin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə il ərzində 10 milyon kvadrat metr gips karton lövhə, 150 min ton kip əsaslı quru qarışıqlar istehsal olunacaq. Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi daha 3 ay müddətinə uzadılıb. COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi daha 3 ay müddətinə uzadılıb. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Əvvəlki qərara əsasən karantin rejimi 1 iyul 2025-ci ilədək nəzərdə tutulmuşdu. Xüsusi karantin rejimi yenidən 1 oktyabr tarixinə qədər uzadılıb. İyunun 23-də Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib. 1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada ilk televiziya festivalı olmaqla yanaşı qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab edilir. Festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən ötən həftə ərzində 607 yanğına çıxış, 22 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza xilas etmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirə salınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si az yaşlı olmaqla 24 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 5 nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Müstəqillik Günü münasibəti ilə bağlı qəbulu təxirə salınıb. TV1 xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi məlumat yayıb. 27 iyun 2025-ci il cümə gününə planlaşdırılan ABŞ Müstəqillik Günü qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını təəssüflə bildiririk deyə məlumatda qeyd edilib. American Airlines aviaşirkətinin məxsus və Yeni Dehli, New York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. TV1 Azala istinadən xəbər verir ki, American Airlines aviaşirkətinə məxsus və Yeni Dehli, New York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub. Boeing 787-9 Dreamliner tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı Hava Limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də Bakıdan təyinat məntəqəsinə London istiqamətində havaya qalxıb.
İran-İsrail münaqişəsi fonunda regionda təhlükəsizliklə bağlı problemlər artır. İsrailin hərbi hava qüvvələri İranın paytaxtı Tehranda yerləşən hərbi obyektlərə hədəflənmiş yeni aviazərbə silsiləsinə başlayıb. İsrail və ABŞ tərəfindən endirilən zərbələrdən sonra İsfahandakı nüvə obyektinin peyk görüntüləri yayılıb. Bununla bağlı Maxar ABŞ-da yerləşən Qabaqcıl Kosmik Texnologiyalar şirkəti paylaşım edib. İranın Fordo nüvə obyekti yenidən İsrail tərəfindən hücuma məruz qalıb. İran mediası yerli hakimiyyət orqanlarına istinadən bildirir. İsrail mediası xəbər verir ki, bugün Təl-Əviv Tehrandakı həbsxananı vurub. Qeyd edək ki, Evin zindanı 1979-cu il İslam inqilabından sonra həbs edilən siyasi məhbusların, jurnalistlərin, fəalların və xarici vətəndaşların saxlandığı ölkənin ən təhlükəli həbsxanası kimi tanınır. Bu hadisələr fonunda Rusiya prezidenti Vladimir Putin Kremldə İran Xarici İşlər Naziri başçısı ilə görüşüb. Abbas Əraqçı Putin ilə görüşdə bildirib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə təcavüzü səbəbindən Yaxın Şərqdə eskalasiya hər gün artır. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. İran Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi bazasına hücum edib. Hücumun detalları, itkilər və hadisənin hansı bölgədə baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar Street Elias kilsəsinə edilən terror aktını pisləyib. Suriyada kilsəyə hücum nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb. İsrail-İran münaqişəsinin 11-ci günündə Azərbaycanın Astara dövlət sərhədindən buraxılış məntəqəsi ilə əvvəlki günlərin nisbətən rəsmi müraciət əsasında təxliyəsi həyata keçirilən xarici ölkə vətəndaşlarının sayında azalma müşahidə olunur. Təxliyə edilənlər əsasən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Şri Lanka vətəndaşlarıdır. Erməni mənşəli deputat Xaçatur Sukasyanın şirkəti Rusiyaya məxsus şirkətdən brilyant oğurlayıb. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Alrosa şirkətinin əməkdaşı Valentina Matyushenkova və onun oğlu Aleksey Matyushenkov saxlanılıb. Cinayətkar dəstəyə Rusiyanın və Ermənistan vətəndaşları Armen Petrosyan və Arman Sakyan da daxil olduğundan onlar da həbs ediliblər. Əlbir olaraq brilyant oğurlayan dəstə qiymətli daşların qaçaqmalçılığına görə məsuliyyətə cəlb ediliblər. Məlum olub ki, oğurlanmış brilyantlar Ermənistan Milli Assambleyasının deputatı Xaçatur Sukasyana məxsus ADM Diamond MMC şirkətinə çatdırılıb. Açıqlanmış məlumata əsasən 2024-cü ildə dünyada turizm sektorunun ümumi həcmi təqribən 687 milyard dollar olub. Bu vəsaitin bəlli bir hissəsi isə kiçik qəsəbə və kəndlərin payına düşür. Proqramımızda belə məkanlar haqqında mütəmadi məlumat verməyə qərar almışıq. Bəlkə bizdə də kənd turizmi nə vaxtsa beynəlxalq miqyasa çata bilər. Dünyanın əsas turizm istiqamətlərindən biri də Hollandiya Krallığıdır. Bu ölkəyə il ərzində 12 milyon nəfərdən çox turist səfər edir. Amsterdam, Rotterdam və Haqa kimi böyük şəhərlərlə yanaşı, kiçik qəsəbələr də təkrarsız gözəlliklərinə görə turistləri özlərinə cəlb edirlər. Giethoorn kəndi isə Hollandiyada məşhur bir turizm məkanı kimi ad çıxarıb. Buranı Şimali Venesiya və ya Hollandiya Venesiyası adlandırırlar. Kənddə avtomobil yolları yoxdur, ancaq su nəqliyyatı fəaliyyət göstərir. Ümumi uzunluğu təqribən 8 kilometr olan kanallarla əhatələnmiş bu kənddə 2630 nəfər yaşayır və hər il ən azı 400 minə yaxın turist buranı ziyarət edir. Kənd sakinləri və çoxsaylı turistlər Giethoorn küçələrində kanallar boyunca qayıqlarla hərəkət edirlər. 12-ci əsrdə mövcud olan bu kəndin adı keçi buynuzları mənasını verir. Kəndin indiki görünüşünü torpağı qazaraq torf əldə edən mədənçilər formalaşdırıb desək yanılmarıq. Çünki qazılmış çuxurlar sonradan su ilə dolaraq kiçik göllər və kanallar əmələ gətirmişdi. Torf daşındıqdan sonra əmələ gələn kiçik adalarda evlər tikildi və sakinlər tam yeni mənzərəli məkana sahib oldular. Kanalların üzərinə taxta körpülər atıldı. İndi kənddə 50-dən çox körpü var. Yerli sakinlər hərəkət etmək üçün sakit elektrik mühərrikləri olan kiçik qayıqlardan istifadə edirlər. Turistlər bu nəqliyyata pıçıldayan qayıqlar ləqəbini veriblər. Giethoorn kəndinin turistlər tərəfindən tanınması isə 1958-ci ildən sonra baş verdi. Hollandiyalı rejissor Bert Hanster məşhur Fanfare komediyasının çəkilişlərini bu kənddə etdikdən sonra Giethoorn məşhurlaşdı. Bu mənzərəli yer demək olar ki, heç dəyişmir.
Bu illər ərzində ortaya çıxan yeganə yenilik velosiped yollarının salınmasıdır. Bizim kəndlərimizə də bol turist arzusuyla Esmira Turan, Leyla Şirinova, TV1. Braziliyanın São Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər. O 18 yaş qrupunda Adil Abuzarov qızıl, Məhəmməd Niftullayev isə gümüş medal qazanıblar. U21 kateqoriyasında Elvin Qurbanov, Əli Şərifov və Miramin Mirheydərzadə gümüş medala layiq görülüblər. Böyüklər arasında Sərdar Sərdarlı və Nihat Quliyev qızıl, Tofiq Niftəliyev isə bürünc medala sahib olublar. İndi isə iyunun 24-də olan hava durumu ilə tanış olaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-ünə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacaq. Günün əsas xəbərlərinizdədir. Sizinlə mən idim, Esmira Turan.